Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə anamdan öyrəndiyim dadlı, ləzzətli, tərəvəzli qazan kotleti hazırlayıram. İlk öncə badımcanların qabığını alacalı soyub halqa-halqa doğrayırıq. Badımcanı doğrayarkən incə deyil, bir qədər qalın doğrayırıq, bişdikdə dağılmasın. Qaba bir qədər su əlavə etdik, üzərinə bir xörək qaşığı duz əlavə etdikdən sonra qarışdırıb badımcanları suya əlavə edirəm. Qarışdırırıq, üzərinə ağırlıq yerləşdiririk, qoyuruq kənarda. Badımcan acısını suya salsın. 350 qram soğanla bircə ət maşından keçirdiyim ətin üzərinə zövqə görə duz, sarı kök və qara istiot əlavə edirəm. Sonda bir dilim çörəyi suda isladıb suyunu tam sıxdıqdan sonra ətin üzərinə əlavə edib yaxşıca qarışdırırıq. Ət hazır olduqdan sonra kotletləri hazırlayırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə qeyd etdim. Sizlər ərzaqların miqdarını artıra yaxud azalda bilərsiniz. Orta böyüklükdə 9 ədəd kotlet hazırladıq. Badımcanlar yetər qədər duzlu suda gözlədi. Suyunu süzürəm və yenidən bir dəfə üzərinə su alıb onu da süzdükdən sonra salfet üzərində suyunu tam qurulayıram. Əgər suyunu yaxşı qurulamasa qızardan zaman yağ hər tərəfə sıçrayar. Tavaya duru yağ əlavə etdim. Yağ isindikdən sonra badımcanların bir qismini tavaya yığıb bir üzünü qızardıb ardından digər üzünü çeviririk. Badımcanları çox qızartmağa ehtiyac yoxdur. Beləcə bir üzü qızardıqdan sonra digər üzünü də eyni qayda ilə qızartdıq. Bütün badımcanlar qızarıb hazır olduqdan sonra kotleti də azca həmin yağda qızardırıq. Belə desək tam qızartmırıq, sadəcə kotletlər özünü tutsun. Ardından digər tərəvəzləri hazırlayırıq. 2 ədəd orta boy kartofu halqa-halqa doğrayıram. Sonda yeməkdə kartof az gəldiyindən daha bir ədəd kartofdan istifadə etdim. Bütün tərəvəzləri badımcanı doğradığım formada doğrayıram. Soğan isə xırda-xırda doğrayırıq. Bir ədəd kiçik boy soğandan istifadə etdim. Videonu bura qədər izləyən xanımlar, sizlərdən xahişim videonu bəyənib kanala abunə olmağınızdır. Siz kanala abunə olub videonu bəyəndikdə bizə çox böyük kömək etmiş olursunuz. 3-4 diş sarımsaqdan da istifadə edirik. Yeməyə ləzzət verən sarımsaqlı. Siz də bol-bol istifadə edə bilərsiniz. Pomidorun qabığını soymadan onu da halqa-halqa doğrayırıq. İndi isə bütün ərzaqları ardıcıllıqla qazana yığırıq. İlk öncə halqa-halqa doğradığım kartofun bir qismini alt hissədən yığıram. Kartofun üzərindən doğradığım soğanın bir qismini əlavə edirəm. Ardınca badımcanları əlavə edirik. Üzərindən biberi yığırıq. Mən yeməyə əlavə yağ əlavə etmədim. Badımcan və kotleti qızartdığım yağ yetərli oldu. Bilirsiniz ki, badımcan canına çox yağ çəkir. Bunun üçün də artıq yağa ehtiyac yoxdur. Sonda pomidoru yığıram. Üzərinə sarımsaq və duz əlavə edirəm. Birinci qat tamamlandı. Üzərindən kotletləri yığırıq. Eyni prosesi təkrarlayırıq. Kartof, soğan, biber, badımcan, pomidor, soğan, sarımsaq əlavə edirik. Ən sonda bir qədər duz da əlavə etdikdən sonra qazanın qapağını bağlayıb yerləşdiririk ocağa. Ocağı qısırıq, tam qısıq odda tərəvəzlərin öz suyunu salmasını gözləyirik. Tərəvəzlər suyunu saldıqdan sonra azca ocağı gurlaşdırıb yeməyin tam bişməsini gözləyirik. Yemək bir qədər bişdi, həm də gördüyünüz kimi tərəvəzlər suyunu saldı, yemək yağa düşməyə yaxındır. Tərəvəzlər nə qədər yaxşı bişsə də üzərində olan sarımsaq və soğan da yetər qədər bişsin deyə tərəvəzləri yüngül, yəni kotletə qədər olan tərəvəzləri azca çevirib daha 10-15 dəqiqə yeməyi bişirdik. Tərəvəzli qazan kotletimiz artıq hazırdır. Süfrəyə verə bilərik. Yeməyi bişirən zaman azca da olsun sudan istifadə etmədik. Buna baxmayaraq tərəvəzlərin suyunda yemək yetər qədər bişdi və geriyə də bir qədər suyu qaldı.
Çox dadlı, çox ləzzətli bir yeməkdir. Bir qədər sulu olduqda daha gözəl olur. Sizlər də bu üsulu hazırlayıb nuş edə bilərsiniz. Mənim qızım elə də badımcan yeməklərini sevmir, amma bu yeməyi hər hazırladığımda bəhbəhlə yeyir. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.